Rəqəmsallaşmanın sürətlə genişləndiyi müasir dövrdə kibertəhlükəsizlik məsələləri daha da aktuallaşır. Artan kibertəhdidlər fonunda qanunvericiliyə bir sıra dəyişikliklər əlavə olunur. Kibertəhlükəsizliyi gücləndirmək üçün hüquqi yeni mexanizmlər yaradılır. Hazırlanan qanun layihəsinin əsas məqsədi ölkədə kibertəhlükəsizlik sisteminin daha güclü əlaqələndirilmiş və müasir çağırışlara uyğun şəkildə formalaşdırılmasıdır. Burada əsas hədəf yalnız kibercinayət baş verdikdən sonra ona reaksiya vermək deyil, riskləri əvvəlcədən müəyyənləşdirmək, hücumların qarşısını almaq və dövlət qurumları ilə özəl sektor arasında daha səmərəli əməkdaşlıq yaratmaqdır. Bu yanaşma kritik informasiya infrastrukturunun təhlükəsizliyini artırmaqla yanaşı, vətəndaşların məlumatlarının qorunmasında da mühüm töhfə verəcək. Hazırlanan qanun layihəsi kibertəhlükəsizlik sayəsində mövcud hüquqi bazanın müasir çağırışlara uyğunlaşdırılması nəzərdə tutur. Dəyişikliklərlə təkcə kiberinsidentlərə reaksiya vermək deyil, həm də risklərin əvvəlcədən müəyyənləşdirilməsi və onların qarşısının alınması istiqamətində yeni mexanizmlərin tətbiqi planlaşdırılır. Bunun üçün qanunvericiliyə bir sıra yeni anlayışlar əlavə olunur. Qanunvericiliyə daxil edilən yeni anlayışlar da bu sistemin daha effektiv işləməsinə xidmət edir. Məsələn, CERT kibertəhlükəsizlik sayəsində baş verən hadisələrə operativ reaksiya verən, onları araşdıran və nəticələrin aradan qaldırılması üçün fəaliyyət göstərən komandadır. Sadə dillə desək, kiberməkanda baş verən fövqəladə halların idarə olunması ilə məşğul olan peşəkar qrupdur. SOC isə informasiya sistemlərinin gecə-gündüz işləyən təhlükəsizlik əməliyyat mərkəzidir. Burada xüsusi texnologiyalar və mütəxəssislər vasitəsilə şübhəli fəaliyyətlər real vaxt rejimində müəyyən edilir və mümkün hücumlara dərhal cavab verilir. Digər vacib anlayış olan kibergigiyena isə hər bir internet istifadəçisinin gündəlik etməli olduğu rəqəmsal təhlükəsizlik qaydalarını ifadə edir. Güclü şifrə seçmək, proqramları vaxtında yeniləmək, iki faktorlu identifikasiyalardan istifadə etmək və naməlum keçidlərə daxil olmamaq kibergigiyenanın əsas sadə, lakin təsirli nümunələrindəndir. Bəs vətəndaşlar rəqəmsal təhlükəsizlik qaydalarına nə dərəcədə əməl edirlər? Hesabları gizliyə atıram daha çox, şifrələri daha çox güvənli şifrələr qoymağa çalışıram ki, yəni biri istifadə etməsin. Bank məlumatlarınız oğurlanıb ya da yaxınlarınızın başına gəlib belə bir şey? Yaxınlarımın başına gəlibdi, amma özümdə heç yaşanmayıbdı. Necə olub ki, onların bank hesabları oğurlanıb? Belə deyim, bir dənə yaxınımız var idi, link gəlmişdi, gecə idi, bilmədən açmışdı və hesabındakı bütün kartlar oğurlanmışdı. Ağır şifrələrdən istifadə edərək qoruyuruq məlumatları, yəni başqa heç kəslə paylaşmırıq. Mən də həmçinin xüsusi kodlardan istifadə edirəm ki, heç kim bilməsin. Bir dəfə başıma gəlib zəngçindən gəlib ən çox, amma açmamışım. Yəni bir dənə aldatma bilmədiyimiz nömrələrdir deyə, özü də tanımadığımızdır deyə açmamışım. İki mərhələli kodlardan istifadə edirəm daha çox. Bir də ki, heç kimi bilməyəcəm, məsələn adımı qoyuram, yəni heç kim düşünməyəcək, rəqəmlər qoyuram, adxat istifadə edirəm, nöqtə istifadə edirəm, belə. Instagramda 2 faktorludur kodum, ona girmək üçün kod istəyiblər məndən. Eyni zamanda kartla da istifadə olunubdur, öz-özünə kartın kodu belə dəyişilibdir. Bu zəngdən olub, yoxsa sizə göndərilir? Zəng də gəlibdir, daha çox 48-48-dən zəng gəlir, davamlı hər gün demək olar ki, zənglər gəlir, mən də bunu bilib açmıram. Çalışıram ki, heç kimin düşünmədiyi kodlardan istifadə edeyim, qorumaq üçün. Belə dələduzluq hallarına da rast gəlməmişəm hələ. Yəni inşallah da gəlmərəm. Mütəxəssislər bildirirlər ki, kiberdələduzluq risklərinin qarşısını almaqla qanunvericiliklə yanaşı hər bir internet istifadəçisinin rəqəmsal təhlükəsizlik qaydalarına əməl etməsi də həlledici rol oynayır. Kibertəhlükəsizlik yalnız dövlət qurumlarının və ya mütəxəssislərin məsuliyyəti deyil. Ən güclü texniki müdafiə sistemləri belə istifadəçi diqqətsizliyinin qarşısında bəzən yetərsiz qala bilər. Buna görə də bir internet istifadəçisi şəxsi məlumatlarını qorumaq üçün fərqli və mürəkkəb şifrələrdən istifadə etməli, iki faktorlu autentifikasiyanı aktivləşdirməli, yalnız etibarlı mənbələrdən proqram işləməli, phishing məqsədilə göndərilən saxta keçid və mesajlara qarşı diqqətli olmalıdır. Eyni zamanda cihazların proqram təminatı mütəmadi yenilənməli, sosial şəbəkələrdə şəxsi məlumatların həddindən artıq paylaşılmasından çəkinilməlidir. Nəticə etibarilə kibertəhlükəsizlik rəqəmsallaşan dünyada dövlətin informasiya təhlükəsizliyinin, iqtisadi sabitliyin və vətəndaşların hüquqlarının qorunmasının əsas elementlərindən biri hesab olunur. Qanunvericilikdə nəzərdə tutulan yeni mexanizmlərin ölkədə daha təhlükəsiz və etibarlı rəqəmsal mühitin formalaşmasına, elektron xidmətlərə inamın artmasına və kiber risklərin daha səmərəli idarə edilməsinə töhfə verəcəyi gözlənilir. Pərvin Səfərzadə, Rəşad Əkbərov, NTV Xəbər.